Dostlar, salam. Axşamınız xeyir olsun. Hər birinizi salamlayıram. Həyat yoldaşımın vəziyyətindən, son vəziyyətindən bağlı istəyirəm ictimaiyyətin diqqətinə çatdıram. Lütfən yayımı bəyənin və paylaşın ki, daha çox insanlar izləsin. Bu günlərim mart ayının 24-ü 2025-ci il həftənin bazar ertəsidir. Həyat yoldaşım Əfqan Sadıqov Avropa Məhkəməsinin qərarına baxmayaraq hələ də İlham Əliyevin siyasi əsiridir. İlham Əliyevin siyasi girovudur. Tiflis təcridxanasında qeyri-qanuni saxlanılır. Çünki Əfqan Tiflis təcridxanasında ona görə saxlanılırdı ki, ekstradisiya qərarı var idi və o Azərbaycana göndərilməli idi. Bugün Avropa Məhkəməsinin qərarı varsa, demək Əfqan Sadıqovun ekstradisiya qərarı artıq qüvvədən düşübdür və hüquqi heç bir əsası yoxdur. Əfqan Sadıqov dərhal azadlığa buraxılmalıdır. Amma çox təəssüflər olsun ki, Gürcüstan rejimi Əfqan Sadıqovu Avropa qərarı olmasına baxmayaraq İlham Əliyevin siyasi diktəsi ilə, İlham Əliyevin siyasi sifarişi ilə hələ də orada qeyri-qanuni olaraq saxlayır. Lütfən xahiş edirəm, yayımı bəyənin və paylaşın ki, daha çox insanlar izləsin. Mən bu günlərim həyat yoldaşım Əfqan Sadıqovla danışdım. Bugün səhər saatlarında zəng vurmuşdu. Vəziyyəti yaxşı deyil. İndi ətraflı mən bununla bağlı ətraflı danışacağım. Vəziyyəti nəyə görə yaxşı deyil? Detallı şəkildə ictimaiyyətin diqqətinə çatdıracağım. Əfqan Sadıqov bilirsiniz ki, İlham Əliyev rejimi Əfqanı Gürcüstanda siyasi əsir saxladıqdan sonra, siyasi girov saxladıqdan sonra Əfqan Sadıqov buna etiraz olaraq uzun müddət aclıq aksiyası keçirdi. 161 gün və o Avropa Məhkəməsinin qərarından sonra aclığı dayandırdı. 28 fevralda Avropa Məhkəməsinin yekun qərarı oldu. Ekstradisiya olunması ilə bağlı və Əfqan Sadıqov həmən gün aclığını dayandırıb. Bu da aclığının 161 günü deməkdir və 161 gün kifayət qədər çox ciddi rəqəmdir və adam bütün sağlamlıq durumunu itiribdir. Hal-hazırda Əfqan Sadıqov özünü ifadə edə bilir, danışa bilir, yəni belə deyək də fikrini aydın izah edə bilir. Amma bu demək deyil ki, adam sağlamdır. Xeyr, adamın orqanizmi, daxili orqanları sıfıra bərabərdir. Hal-hazırda heç bir immunitetdən söhbət belə gedə bilməz. Bu adamın sağlamlıq durumu, yəni orqanizm çökübdür. İndi ağciyarında nə problem var, ürəkdə, böyrəkdə, qaraciyarda bu məhkəmələrin doğru və düzgün rəyindən sonra bilərik də. Amma biz nə qədər Gürcüstanda həbsdə daha doğrusu həkimlərin rəyinə etibar edə bilərik. Məyər Gürcüstan deyilmi Əfqanı girov saxlayan? Məyər Gürcüstan rejimi deyilmi məhkəmələrin qanuna deyil, sifarişi icra etməsinə yönəldən, onların Əliyevin siyasi diktəsini yerinə yetirən? Biz necə Gürcüstanda həbsxanaya, həbsxanadakı həkimə, onların verdiyi rəyə, onların analizlərinin cavabına güvənə bilərik? Yəni, və güvənəriksə nə qədər güvənə bilərik? Yəni, Əfqanın vəziyyətini izah etmək istəyirəm ki, vəziyyəti qənaətbəxş deyil. Yəni, vəziyyət kafidir və adam ümumiyyətlə aclıq edəndə heç nə qəbul etmirdi, sudan başqa. Və aclığının bir dönəmindən sonra adama şəkərin tam aşağı düşməməsi üçün bunu bütün protokollarda qeyd olunub, Əfqanın vəkilləri dəfələrlə çıxışları zamanında bildiriblər ki, və o şəkərin aşağı düşməməsi üçün müəyyən mayelər, dərman vasitələri qəbul edibdir. O da təxmini aclığının hardasa 90-cı, 100-cü günündən sonra baş veribdir. Bütün bunlar protokolda qeyd olunub ki, Əfqan sistem qəbul edibsə, neçə dəfə qəbul edib, hansı dərmanı qəbul edibdir. Yəni, tam ümumi götürəndə adamın vəziyyəti çox ağır idi. Aclıq etdiyi dönəmdə, hətta vəziyyəti huşunun özündə olmadığı vaxtlar olubdur. Bunu yenə də orada vəkillər, orada həkimlərin protokolu gizlədə bilməyiblər. Çünki onlar qorxurdu ki, Əfqan həyatını itirər. Artıq gizlənəcək bir yan da qalmayıbdı. Amma Gürcüstan Ombudsmanı Əfqanın vəkillərindən əlavə Gürcüstan Ombudsmanının da bir neçə dəfə bəyanatı olubdu. Amma bəyanat belə bəyanat oldu ki,
hardasa qorudular və belə qıçası qolu qırıq bir bəyanat verdilər. Yəni yenə Əfqanın tam vəziyyətinin olduğu kimi çatdırmadılar, amma bizim ölkədəki Azərbaycandakı ombudsman Səbinə Əliyevadan biraz fərqli bəyanat oldu ki, reallıq az çox öz əksini tapdı, hiss eləmək oldu. Amma ümumilikdə bəyanat məni qane etmədi, çünki faktiki olaraq Əfqanın vəziyyəti olduğu kimi vurğulanmadı. Amma Əfqanın vəkilləri öz bəyanatlarında, öz çıxışlarında, mətbuat konferansında Əfqanın hər zaman vəziyyətinin necə olmasını bildiriblər. Amma illah ki, Əliyev rejimi, İlham Əliyev deyir ki, Əfqanın vəkilləri də, Əfqanın həyat yoldaşı da yalan danışırsa, o zaman niyə bir dəfə də olsun Gürcüstan ədliyyəsi, prokuraturası, polisi fərq etməz? Yəni, hansı dövlət qurumunun artıq məsuliyyətindədirsə, bəyanat verərdi, Əfqanın görüntülərini yayardılar və ictimaiyyətə yayıb göstərərdilər ki, məhz vəkillər və Əfqanın ailə üzvü, həyat yoldaşı yalan danışır. Təbii ki, bugün də onlar Əfqanın vəziyyətini gizlətməyə çalışırlar, çünki Əfqanın vəziyyəti yaxşı deyil. Mən istəyirəm danışım ki, Əfqan 28 fevralda aclığı dayandırdıqdan sonra nə baş verdi? Ümumiyyətlə, hal-hazırda Tiflis təcridxanasında nə baş verir? Vəziyyət necədir? Əfqanın vəziyyəti, xüsusilə Əfqanın vəziyyəti necədir? Əfqan özünü normal hiss etmir. Buna səbəb isə Əfqan aclığını dayandırdıqdan sonra Tiflis təcridxanasında nəzərə alsaq ki, Əfqan aclığı dayandırıb və normal qidalanmalıdır və Əfqanın normal özünə gəlməsi üçün, haradasa immuniteti biraz da olsun, orqanizmin özünə gəlməsi üçün, biraz da olsun sağlamlığını bərpa etməsi üçün qidalanma birinci yerdədir. Yəni qidalanma, normal şərait, daha sonra müayinə və müalicə. Əfqan aclığını dayandırdıqdan sonra nə müayinə olunubdur, nə müalicəyə başlanılıbdır, heç bir şeylə təmin olunmayıb. Yəni Gürcüstanda həbsxanalar bərbad gündədir. Heç bir demokratiyadan, heç bir inkişafdan söz gedə bilməz. Gürcüstan batır. Mən bunu sizə deyirəm. Mən bunu məhkəmədə şahid oldum. Mən dövlət qurumlarının öz başınalığını gördüm. Mən rejimin qatil olduğunu şəxsən özüm görmüşəm. Bir ailə olaraq, bir Azərbaycan vətəndaşı olaraq qonşu dövlətdə nə baş verdiyini gözəl görürəm artıq. Əfqan aclığını dayandırdıqdan sonra müayinə olunmur, müalicə olunmur, heç bir tibbi nəyləsə təmin olunmur. Keçirik qidalanma ki, orqanizm özünə gəlməsi üçün, insan toparlanması üçün ki, bu çox önəmlidir. Çünki Əfqanın bədənində viruslar oyanıq şəkildədir, hər an hər bir şey ola bilər və adamın düzgün qidalanması çox önəmlidir. Və həkimlər qeyd eləyirlər ki, niyə mən o həkimlərə güvənmirəm? Çünki həkimlər dəfələrlə və Əfqanın vəkillərindən bildiriblər ki, güya protokol qaydasına görə Əfqan qidalanır. Hansı protokol qaydası? O protokol qaydasında mı yazılıb ki, 161 gün aclıq edən bir saxlanılan şəxs, Əfqan belə deyək də, ittiham olunan şəxsi qanunla hələ ki o cinayətkar deyil, yəni məhkəmənin belə deyək də qanunu hökmü qüvvəyə minməyibdir. Hələ ekstradisiya olunub ki, Azərbaycanda məhkəmə aparılmalıydı ki, Azərbaycanda məhkəmə yoxdur, ekstradisiya da dayandırılıbdır, düzdürmü? O zaman saxlanılan şəxsi və birbaşa olaraq İlham Əliyevin siyasi girovudur. Və bu adam bildirir ki, mən Əfqanın ağzından çıxan, mənə dediyi, birbaşa olaraq özünlə danışdığım fikirləri çatdırıram. Heç kəsən eşitdiyimi yox. Və mənim yoldaşım təmiz, düzgün bir insandır. O həyatı boyu belə şeylərdə, cılız bir şeylərdə yalan danışmaz. Heç o həyatı məsələlərdə yalan demir. O da qalmışdı qida ilə bağlı. Və o bugün də qarnı üçün savaşmır. Savaşsaydı istədiyini əldə edərdi. O sadəcə real vəziyyəti mən soruşuram. Təbii ki, haqqım da var soruşmağa ki, adam uzun müddət aclıqdan sonra necə saxlanılır, vəziyyət necədir, tibbi müayinə necədir, ümumiyyətlə ona orada saxlanması, qidalanması tibblə bağlı olan və adam bildirir ki, 161 gün aclıq edən bir şəxsə Tiflis təcridxanasında səhər gətirir 50 qram verir palma yağı. Palma yağını sağlam adam yeyib həzm eləyə bilmir. Bədəndə xərçəng yaradır. Özünüz məndən yaxşı bilirsiniz. Yəni bunu hər kəs bilir. Bəs Əfqan 161 gün qidadan imtina edib aclıq edən, Əliyevin şərəfsizliyinə, oğraşdığına etiraz edəndə Əfqan daha sonra aclığı dayandırandan sonra palma yağı yeyən adamın sizcə nə qədər sağlamlığı yerində ola bilər? Əfqan bildirir ki, onu sağlam adam yesə belə xəstə olar. O da qalmışdı immuniteti sıfır olan bir adam. Və daha sonra gətirir elə bir su. Adi bildiyiniz, baxın, adi bildiyiniz baba
Su. Bu suyun içində 2 dənə makaron üzür. Bu da supdur. Və deyirlər ki, Gürcüstan İlham Əliyev şərəfin varsa da dinlə bunları. Yəqin ki, axırda qeyrət oyanacaq səndə, qeyrət damarın oyanacaqdır. Ki, indi məndən əl çəkmirsiniz, bunu da danışacağım. Hələ qoy Əfqanın başına gətirdiklərinizi danışım. Bildiyiniz bu suyun içində 2 makaron üzür. 2 makaron üzür və mən belə başa düşmüşəm ki, Gürcüstanda ümumiyyətlə vəziyyət budursa, vay o məhbusların, içəridə saxlanılan şəxslərin halına ki, bu cür qidalanır. Yox, məxsus Əfqan üçündürsə bu birbaşa yenə biabırçılıqdır. Çünki İlham Əliyevlə İvanişvili rejimi, İrakli, Gürcüstanın baş naziri Əfqandan əl çəkmir. Yəni adamı İllah ki israrla öldürmək istəyirlər. Öldürmək, axırına çıxmaq. Əfqan bildirir ki, bunların verdiklərini sağlam adam yesə xəstə olacaq. İt yeməz. İt bilirsiniz nədir? Köpək, heyvan, həşarat Gürcüstanda türmədə yeməyi yeməz. Zaten Əfqan Azərbaycan türmələrində olanda türmədəki reallıqla bağlı dəfələrlə yazmışıq. O həbsdə olanda da yazmışıq. Həbsdə görüşəndə mən gəlib yazmışam detallarınla. Əfqan buna görə karsa salınıb, işgəncələrə məruz qalınıb. Əfqan həbsdən çıxdıqdan sonra silsiləli video şəklində həbsxanada baş verənləri, özbaşınalığı, korrupsiyanı, qidadan tutmuş hər bir şeyə, insanlara olan rəftara qədər həbsxanada nə baş verir yazıbdır. Hələ İlham Əliyev rejimi çöldə cəmaatı canlı boğazına yığıb boğur cəmaatı. Düşünün həbsxanada vəziyyəti də. İndi özünüz bir anlıq düşünün ki, Azərbaycanda türmələrdə vəziyyəti Gürcüstanda ondan fərqli deyil ki. Gürcüstanda ondan da betərdir. Və Əfqan bildirir ki, digər məhbuslar da belə qidalanırsa, vay o məhbusların halına. Onlar hər biri xəstədir. Potensial hər biri serroz, potensial hər biri xəstə, gepatit, hər biri daha sonra onkoloji xəstə. Qidalar bunu deyir. Qidalanma insan orqanizminin sütun nöqtəsidir ki, nə qidalanırsansa osan, nə yeyirsənsə osan. O da qalmışdı Əfqan kimi immuniteti aşağıda olan 161 gün aclıq edən bir insan palma yağı yeyir. Yəni ondansa verməyin də. Yəni nə məcburdur ki, palma yağı verirsən. Zaten indi bunları da vurğulayacağam. Əfqan artıq görüb ki, bunların verdiyi qida aclıq edəndə, yəni bundan belə deyək də, aclıq edəndə bəlkə də yenə də ölmə ehtimalı var. Çünki adam bilirsiniz ki, ölüm aclıq edirdi. Əfqan bildirir ki, ölüm aclığında daha uzun yaşayacaqdım. Bu qidalarla mənim ömrüm zaten qısadır. Onkoloji xəstə, hər bir şey ola bilər. Çünki bu qidalar zəhərdir. Bir daha qeyd edirəm, mənşəyi bilinməyən, suyun içində üzən 2 dənə makaron, palma yağı, daha sonra hazır kimyəvi qatqıda olan şəkər tozu ki, şəkər tozunu əvəz edir. Yəni o da kimyəvi qatqıdır, bilirsiniz. Və bu cür adama, yenə deyirəm, sağlam adam belə bunu yeyə bilməz. Əfqan ümumiyyətlə yeyə bilməz, çünki adamın immuniteti yoxdur. Amma bildirirlər protokolu. Protokol dəysin İlham Əliyevin başına, Gürcüstandakı protokol. Çünki Əfqanın Gürcüstanda nə iş var idi həbsxanada? Məsələn, İlham Əliyevin siyasi diktəsi, siyasi sifarişi, əlinin uzunluğu Azərbaycan sərvətinə görə, Azərbaycanın pulundan basıb İvanişvilinin cibinə, Gürcüstanın baş naziri İraklinin cibinə və Əfqan orada siyasi əsir saxlayıb adamı öldürürlər. Vəssalam. Ya vəlvələdən, ya zəlzələdən. Zaten Əfqan bildirirdi ki, haqq və ədalət bərpa olmasa o ölüm aclığına bilirsiniz başlamışdı və isə ağır idi. Avropa məhkəməsi ədalətli qərar çıxartdı. Bizim verdiklərimizi hər birini araşdırdı. Zaten Əfqanla bağlı belə böyük bir araşdırmağa ehtiyac da yox idi. Səbəbini deyəcəm. Çünki Əfqan Azərbaycanda dəfələrlə siyasi motivlə həbsdə olubdu. 3 dəfə inzibati qaydada, 2 dəfə uzun müddətli bandatdeldə saxlanılıb, 6 gün oğurlanıb, toka verilib, işgəncələrə verilib və hər birini biz Avropa məhkəməsinə qədər daşımışıq. Hər birinin də demək olar ki, əksəriyyətinin Avropa məhkəməsinin qərarı var. Azərbaycan dövlətini buna görə cəzalandırıblar. Çox təəssüf ki, dövlətimin adı gedir, amma İlham Əliyev rejiminin boynunu yerə soxum ki, Azərbaycan dövlətini beynəlxalq səviyyədə hər dəfə biabır edirlər. Bu bizim yox, Əliyevin günahıdır. Əliyevin bizim başımıza gətirdiyi oyunlar Azərbaycanda məhkəmələrin və hüququn sıfır olmasıdır və eynilə Gürcüstanda da vəziyyət belədir.
nədir? Nə məhkəmə var, nə hüquq var, nə insana hörmət var. Bilmirəm, yəni sıfırdır da, yəni bildiyiniz sıfır. Əfqan 18 martdan etibarən heç nə qəbul etmir. Uzun müddət aclıq edən, vəziyyəti ağır olmasına baxmayaraq, deyir Sevinç, mən o qidalarla, yəni qidalanmam heç nəyi dəyişmir. Əksinə, daha da xəstə olacağım, daha da min cürə xəstəyi tapacağım. Bu adamda viruslar aktivdir. Çünki virus nə vaxt aktiv olur? İmmunitet aşağı olanda. Adamda da immunitet ümumiyyətlə yoxdur. Bilirsiniz, adam vəziyyəti çox ağırdır. Adam 50 kilogramdan çox çəki itiribdir, 50 arabasında, o vəziyyətdə. İlham Əliyev, nə istəyirsən? Ümumiyyətlə, hər dəfə bu sualı verirəm. Nə istəyirsən? Əvvəla Əfqanı azadlığa burax. Azadlığa burax ki, mən Gürcüstanda türmədə yemək verirlər, vermirlər, cəhənnəmə versinlər, istəyir versin, istəyir verməsin. Mən, bilirsiniz, artıq yığılmışam, canım boğaza yığılıb. Sən nə istəyirsən? Niyə qoymursan mən övladımı böyüdüm? Niyə imkan vermirsən Əfqan azadlığa çıxsın, sağlamlığına, ailəsinə qovuşsun? Əliyev, mən ərimi istəyirəm səndən. Çünki sən mənim ərimin qoluna qandal vurmuşsan, ay şərəfini itirən rejim. Sən nə istəyirsən bizdən? Mən istədiyimi net və açıq deyirəm. Vilayət Eyvazova da deyirəm. Kamran Əliyevə də, Əli Nağıyevə də, prezident administrasiyasına da deyirəm. Sənə də deyirəm, bu rejimin başında sən qatil durursan. Mən səndən ərimi istəyirəm. Sən nə istəyirsən? Sən nə istəyirsən? Niyə qoymursan yaşayaq? Bir daha deyirəm. Bunu yaşayan sadə, sıravi, sizlərdən biri də Azərbaycan vətəndaşı, sıravi bir ailədir. Əfqan Sadıqov Azərbaycan Respublikasında uzun müddət müstəqil jurnalist fəaliyyətindən məşğul olub, ölkədə siyasi, sosial problemləri ictimailəşdirib, xalqın dərdini yazıb, Əliyev rejiminin korrupsiyasını yazıbdır, rüşvətxorluğunu, məmur özbaşınalığını, eləcə də mən müstəqil jurnalist olaraq təxminən 10 ilə yaxın fəaliyyətim olubdur. Ölkədə sosial, siyasi, korrupsiya, Əliyevin yeyintisini taladığı Azərbaycan xalqı adam neçə illər repressiyaları davam etdirib ailəmə qarşı, mənə qarşı artıq son bardağı deyirik, son daşıran su. Bardaq artıq son damladı, daşır və adam mənim uşaqlarımın, övladımın dalınca məktəbə xüsusi xidmət orqanı əməkdaşları gedir, məni təhdid edirlər və görürlər, sustura bilmirlər, sındıra bilmirlər. Mən övladımla təhdid olunuram və bir vətəndaş üçün, bir ana üçün bu nə deməkdir? Mən Əfqanın yoldaşı kimi təhdid olunmuşam. Əfqanın fəaliyyətinə görə, onu müdafiə elədiyimə görə. Müstəqil jurnalist olaraq İlham Əliyev tərəfindən təhdid olunmuşam, şantaj olunmuşam. Yenə də davam etmişəm. Bu mənim işlədiyim bütün reportajlarda, bütün video faktlarda var. İnsanların dərdini, sərini, korrupsiyanı, sosial siyasi problemləri və bunlar mənim yoldaşımı sustura bilmədiyinə görə 100 dəfə həbs edib də. Görün, bu həbslər hər biri var və hər birini Avropa məhkəməsinə kimi aparmışıq. Mənim özümə qarşı bölmələrdə saxlanma, işgəncə, qeyri-insani rəftar bir çoxunu Avropa məhkəməsinə kimi vermişəm. Yəni, bu sənədlər əlimdə fakt və sübutdur. Və bunlar gördü ki, xeyr, bunlar bizi sustura bilmir, sındıra bilmir. Əliyev keçdi mənim övladlarıma, mənim uşaqlarıma. Mənim uşaqlarım az yaşlıdır. Mənim uşaqlarım məktəblidir. İlham Əliyevin siyasətindən xəbəri yoxdur. Bunlar az yaşlıdır. Bunlar hələ məktəbdə. Mənim yoldaşım ilk dəfə demək, həbs olunanda siyasi sifarişlə mənim hələ böyük uşağım 1-ci sinifə gedirdi. Bugün mənim qızım məktəbi bitirməlidir, onun atası Gürcüstanda siyasi əsirdir. Uşaqla mən niyə şantaj olunmalıyam? İlham Əliyev deyir ki, mən demokratam, mən xalqı sevirəm, xalq mənim arxamdan, mən İlham Əliyev, dediklərin çox gülməlidir. Sənin dediklərini Azərbaycan xalqı çox gözəl bilir ki, sən şou göstərirsən, sən yoxsa həqiqəti deyirsən, sən yalancısan, sən ölkə rəhbəri deyilsən, sən fırıldaqçısan, oğrusan və korrupsionersən. Bugün də təhdid olunuram. Mənə elə şeylər yazır ki, bu rejim, hər birini skrin eləyib saxlamışam, telefonumda da var. Yazırlar, zəng eləyirlər, susturmaq üçün hər yola əl atırlar. Zaman-zaman ictimailəşdirdiklərim də olub. Amma mən
İnsan olarak bezdim, bunlar bezmədi. Bizdən İlham Əliyev niyə bezmir? İlham Əliyev polisin əlindən eləyir. İlham Əliyev DTX-nın, İlham Əliyev prokuraturanın, İlham Əliyev troll şəbəkəsinin. Bu niyə bezsin ki? Amma bu boyda saydığım cinayətkar şəbəkə ilə bir insan, sadə bir insan necə başa gəlsin? Necə mübarizə aparsın? Baxın, mən terrorist deyiləm, silahım yoxdur. Mən korrupsioner, oğru deyiləm, pulum yoxdur. Sıravi bir insan rəvadımı bunları yaşasın? Mən nə edim? Mən hara gedim? Kimə deyim dərdimi? Bu rejim qatildir. Mən nə edim də sual verirəm. Mənə deyirlər sus. Mən niyə susum? Hansı günümə susum? Sən məni öldürüb məhv eləmək istəyirsən. Özümü də, övladımı da həbsxanada Məcidxanada mənim ərimi də öldürmək istəyirsən, məhv eləmək istəyirsən, mənə deyirsən, sus. İlham Əliyev, mənə sərhəd qoyursan, mənə deyirsən ki, sevinç sərhəddi keçdi, qırmızı sərhəddi, nə bilim nə. Ay Əliyev, sən qırmızı sərhəddi də keçmirsən, qaranı da, yaşılı da, göyü də. Sən məni gecə gündüz susturmaq üçün bütün pozğun yollara əl atırsan. Sonra deyirsən ki, mənim şərəfimi, ləyaqətimi sevinç alçaldır. Bəs vətəndaş olaraq sənin rejimin, sənin qatillər mənə dil uzadır. Günahsız bir insana, bir ailəyə şərəfimi, ləyaqətimi, namusumu ləkələmək üçün hər yola əl atırsınız. Repressiyaları davam etdirmək üçün iki körpə uşağıma belə dil uzadırsan, ölüm nə? Və deyirsən sus, o zaman susacağım ki, qanunla gələcəksən, kişi kimi, şərəflə, ləyaqətlə, amma siz kişi deyilsiniz. İlham Əliyev fahişəliyin də bir sərhəddi var. Səndə o sərhəd yoxdur. Nə Vilayət Eyvazovda, nə Kamran Əliyevdə, nə Əlin Ağıyevdə. Hamınız İlham Əliyevin təyinatlarısınız. Sizin əlinizdən şantaj olunuram. Sizin qeyrətiniz olsaydı, sizin strukturunuzda kişi olsaydı, təyin olunan bu nazirlərdə az da olsa damarlarında kişi qan axsaydı bunu etməzdiniz. Nə etmişik ki? Bax, nə etmişik də? Ölkədə sosial siyasi problemləri ictimailəşdirmişik. Siz bizim xarakterimizi də gözəl bilirsiniz. Yolumuzu da sizlə bizim düşüncəmiz uyğun deyil. Sizin düşüncəniz üzə durmaq, insanları şərləmək, insanları məhv eləməkdir. Bizdə bu yoxdur. Biz bunu edə bilmirik. Siz məhz bizə siyasi repressiyanı ona görə davam etdirirsiniz ki, biz sizin o etdiklərinizə boyun əyməmişik. Bunu bütün dünya qoy bilsin. Qoy bütün dünya bilsin ki, İlham Əliyevin hədəfindəki sıravi insanlardır. İlham Əliyevin hədəfindəki bax bizim ailəmizdir. Mən sona qədər mübarizə aparacağım. Sonu nə olursa olsun. Mənə yazır, məni şantaj elətdirir, məni təhdid elətdirir və deyir ki, susmasan öldürəcəm. Və deyir ki, susmasam məhv eləyəcəm, övladlarını öldürəcəm, özünü öldürəcəm, başına oyun açacağım. Amma olsun, qoy İlham Əliyev bunları etsin. Qoy bütün dünyada görsün ki, Əfqan Sadıqovun özündən sonra onun övladı, onun həyat yoldaşı Əliyev rejimi tərəfindən təhdid olunur. Bu təhdid deyil. Siz özünüz gözəl bilirsiniz ki, baş prokuror Kamran Əliyev Azərbaycanda olanda nə etdi? Mən Azərbaycanda olanda mən həm işləyirdim müstəqil jurnalist kimi, həm həyat yoldaşımı müdafiə edirdim. Baş prokuror məni təhdid etdi. Məni susturmaq üçün məni təhdid elədi ki, mən susmalıyam. Çünki mən o zaman da danışırdım. Hər çıxışımda deyirdim ki, mən dövlət qurumları, xüsusi xidmətin orqan əməkdaşları mən çağırır. Mən danışdığıma görə, İlham Əliyevin adını çəkdiyimə görə məni təhdid edirlər və mən bu təhdidin mətnini, onların mənə səsləndirdiyi bu fikri efirdə demişəm. Müxtəlif efirlərə dəvət alanda, təbii ki, bu Azərbaycandakı efirlərə aid deyil, bəzi efirlərə aiddir, amma xaricdə dəvət edirdilər. Mən bunları açıq, bütün o səsləndirilən təhdidləri hamısını danışmışam və bundan sonra baş prokurorluq mənə xəbərdarlıq etdi ki, mən susum. Susmadım. Mən sona qədər getdim. Amma ölkə daxilində hər yola əl atdılar. İndi ölkənin xaricində faciə bilirsiniz nədir? Ölkənin daxilində çağırıb təhdid edir, tutursa, ölkənin xaricində killer göndərir. Zaten mənə yazıbdır. Mənə yazıb ki, axırına az qalacaq, sən də uşaqlarını da məhv eləyəcək, sən vətən xainisən, ərin kimi ağzına gələni danışırsan, sənin vaxtına az qalıbdır.
İlham Əliyevə adam kimi müraciət elə, onsuz da ölüb məhv olacaqsan. Ərin türmədə, sən də içərdə. Mənə yazdığı mesaj budur. Mən də deyirəm Əliyev, elə də, yəni sənin işin adam öldürməkdir. Mən artıq bunu bilirəm. Sənin işin Azərbaycanda adam tutturmaqdır. Azərbaycanın kənarında killer, baş kəsən göndərməkdir. Mən də deyirəm ay Əliyev, göndər. Gönder. Qoy bütün dünya görsün ki İlham Əliyev və rejimi insanları öldürür və bunu sıravi Azərbaycan vətəndaşına tətbiq edir. Sıravi insanları hədəf alıb başını kəsib adam öldürür. Məni öldür. Gör heç rəvadımı? 2 uşaq, 1 qadını hədəf alıb. Niyə? Əvvəla mən ərimi tələb edirəm. Bu məndən nə tələb edir? İlham Əliyev məndən tələbin nədir? Məndən tələbinin mətnini ver Əli Nağıyevə, Əli Nağıyevin rejimi, Əli Nağıyevin DTX-ı məni gözəl tanıyır. Bugün də Əli Nağıyev, Orxan Sultanov, Vilayət Eyvazov, Kəmran Əliyev. Allah qoymasa kişisiniz. Gördünüz ki, kişi adı çəkdim. Yığışıb bir ailəni, 2 uşağı hədəf almışsınız. Gör adam utanar ama siz onu da utanmırsınız. Nəslinizdə, köklərində kişi varsa bunlara çatdırın, çəksinlər məndən. Ayıbdır, mən dayanmayacağım. Sizə xoş, mənə lap xoş. Siz mənim başımı kəsənə qədər mən danışacağım. Siz özünüzü gözəl tanıyırsınız. Biləsiniz, mən də özümü gözəl tanıyıram. Siz güya prinsipialnısınız. Mən sizə bir vətəndaşın nə qədər prinsipialın olduğunu göstərəcəm. Siz prinsipiallı deyilsiniz. Siz sadəcə qeyrətsiz və nakişisiniz. Amma mən prinsipal adamam və düzgün adamam. Mən haqqımı tələb edirəm sizdən. Mən bu günə qədər sizdən qeyri-qanuni bir şey istəməmişəm. Həyat yoldaşımın azadlıq haqqıdır. Niyə vermirsən azadlığını? Niyə qoymursan azadlığa çıxa? Halbuki bəs sənin orada Mir Şahinin deyirdi Əfqan cinayətkardır. Niyə Mir Şahin Avropa məhkəməsinin qərarını vermədi İlham Əliyev? Bütün Gürcüstanda qeyri-qanuni dırnaq arasında hökmləri verdi. 3 ay Əfqan qaldı, sanksiya verdi, 3 ay qaldı, 3 ay qaldı, ekstradisiya olunacaq. Mən gözlədim ki, sənin dırnaq arasında mətbuatın və Mir Şahin, Real TV, Baku TV, nə bilim Qafqaz Info, APA, bəs verirdiniz. Avropa məhkəməsinin qərarını verməyə dux lazım idi. Bir də dal, amma verə bilmədiniz. Verəydin də Avropa məhkəməsinin qərarını. Verəydin ki, Avropa məhkəməsi qərar verdi ki, və 39-cu maddəni nəzərə alaraq ki, Əfqan Sadıqov məhkəmənin ayrı seçkiliyinə məruz qalacaqdır, qeyri-insani rəftara məruz qalacaqdır. Sifarişdir və bizim yekun qərar olana qədər Əfqan ekstradisiya oluna bilməz. Və biz Gürcüstanda ki, Əfqan hansı maddə ilə saxlanır, Azərbaycandan göndərmişsi saxta cinayət işindən %100, %99 yox, %100. Biz Avropa məhkəməsində bu işi udacağıq. Çünki Əfqan günahsızdır, bu iş saxtadır, quramadır. Məhz bu iş azad sözə vurulan qandaldır, azad mətbuata vurulan qandaldır, azad jurnalistliyə açılan cinayət işidir. Və bu təsadüfü deyil ki, Azərbaycanda hətta qadın müstəqil jurnalistlər belə həbs olunubdur, vətəndaş cəmiyyətinin üzvləri həbs olunubdur və bunu edən Əliyev rejimidir. Bunu edən İlham Əliyev başda olmaqla bu rejimdir və İlham Əliyev hərəsinə bir don geyindirdi. Biri qaçaqmalçı oldu, biri xəyanət oldu, biri şantajyor oldu, biri oğru oldu, biri bandit. Amma bütün sadaladıqlarımla bağlı Azərbaycanda qanun və hüquq işləsə, bütün bunların başında duran İlham Əliyevdir, İlham Əliyev rejimidir, şəxsən İlham Əliyevin özüdür. İlham Əliyev korrupsionerdir, İlham Əliyev rejimi oğrudur, banditdir və o rejim, o qatil, 2 uşağı hədəfə alan, bir ailəni başsız qoyan, bir qadını uşaqlarınla hədəfə alan, susturmaq üçün hər yola əl atan siz nakişisiniz. Siz şərəfsizsiniz. Mən sona qədər gedəcəm. Öldür, sənin işini öldürməkdir. Mən son nəfəsimə qədər, bu yolun sonu mənim üçün ölüm belə olsa mən gedəcəm. Mən demişəm, mən bunu hər çıxışımda deyirəm. Azərbaycanda da deyirdim bunu, çox gözəl bilirsiniz bunu. Və mən Azərbaycanda da mübarizə apardım və sona qədər mübarizə aparacağım. Hər birinizdən xahiş edirəm. Bunlar nakişidilər, şərəfsizdirlər. Eybi yox, qoy olsun. Xahiş edirəm, Azel TV-nin YouTube kanalına abunə olun. Yayımı bəyənin, paylaşın əziz dostlar. Mən demək olar ki, mütəmadi olaraq Azel TV-nin TikTok platformasından da canlı yayım açıram. Hər dəfə yayım bloklanır, amma mən yenə yayım açıram, danışıram.
YouTube kanalında danışıram Azel TV'nin. Öz şəxsi Facebook hesabımda Sevinç Sadıqova yazıram. Əfqanın Facebookunda Əfqan Sadıqov mütəmadi yazıram. Deməyim budur ki, mən sona qədər mübarizə aparacağım. Bu yolun sonu ölüm belə olsa gedəcəm. Qoy İlham Əliyevin, Gürcüstanda İvanishvili rejiminin sadə bir ailəni necə məhv eləyir, qoyun dünya görsün. Hər bir halda bugün yan ötənlər belə sabah bu ailənin başına faciə gələndə bu videolar lazım olacaq. Və bu videoları çəkməkdə məqsədim budur ki, qoyun bütün dünya sonra nə baş verəndə bizi bax bu cür buradan izləyib mənim çıxışlarımı görsünlər. Necə ki Vidadi İskəndərlinin çıxışlarını izlənilir. Necə ki Vidadi İskəndərli yatdığı evdə bıçaqlandı və necə ki İlham Əliyev rejimi mənə deyir ki, sənin də başını kəsəcəyik. Kəs Əliyev, kəs. Sən kəsməyə, sən öldürməyə örgəşmisən. Vüqar Rızayevi Belçikada öldürdün. Bayram Məmmədovu Türkiyədə öldürdün. Vidadi İskəndərini Fransada öldürdün. Elmar Hüseynovu Bakıda yaşadığı blokda güllələtdirdin. Bu insanlardan artıq deyiləm. Düzdür, qadınam, amma onlardan artıq deyiləm. Öldür. Sənin peşən öldürməkdir. Mən bunu bilmirəmmi? Mən bunu bilə-bilə mübarizə aparıram. Və bir insan olaraq qəbul edə bilmirəm ki, bir insan haqqını istəyir, bu adamı ölümlə təhdid edirlər. Bir insan haqqını istəyir, bu qadını fahişə çıxardırlar. Varmı belə şey? Nə namusda var, nə qeyrətdə var, nə qanunda var, nə dəyərdə var ki, bir vətəndaş bu vəziyyətdə ola bilərmi? Hansı qanun deyir, hansı dəyər deyir? Ay İlham Əliyev, ay vilayət, ay Kamran Əliyev, ay Əlin Ağayev, heç mi kişiliğiniz yoxdur? Əfqan Sadıqov hansı çındırlıq eləmişdi ki, bizə bunu eləyirsiniz? Əfqan arvadınızı sataşmadı. Övladınıza, nəvənizə, namusunuza axı elədiyiniz naha kişilikdir. Əfqan bunları etmədi. Əfqan jurnalistika fəaliyyətinlə məşğul oldu. Əfqan sizə qarşı hansı fahişəlik eləyibdi? Dayanın da, ayıbdır axı. Ayıbdır. Ən azı bu dəyərlərə hörmət edin. Ən azı belə bir addım atmayın. Ayıbdır. Heç olmasa bu cəmiyyətdən utanın. Heç olmasa bu insanlardan utanın. Bir qadını, mənim uşaqlarım körpədir. Onlar nə yatdı, nə yuxu görə. Əliyev, onlar səni heç tanımırlar. Heç onlar bilmir sən nə işlə məşğulsan. Sənin siyasətin nədir? Əvvəla mən icazə verməmişəm. Onlar körpədir, uşaqdır. Onların vəzifə və ötələklərini onlar gözəl bilirlər. Sən niyə belə şərəfsizlik edirsən? Bəs də nə qədər insanlar var ki, siz onları ölmə məhkum etmişsiniz. İntihar ediblər. Amma mən iradəli adamam. Mən danışacağım. Sən məni öldürəcəksən, amma mən intihar etməyəcəm. Mübarizə aparan insanlar intihara əl atmırlar. Bütün cəmiyyət görsün ki, sadə bir ailənin vəziyyətini Əliyev bizi bu vəziyyətə qoyub. Mənim məqsədim İlham Əliyevin mənim başıma bax gətirdiyi bu oyunu siz görəsiniz. Bəsdirin də, bəsdirin. Yetər, dayan da artıq. Kişiliğiniz olsun. Nakişi olmayın. Mən susmayacağım ha, biləsiniz. Siz bu cinayəti dayandırmayınca mən susmayacağım. Etdiniz, böyük bir qələt etdiniz. İmkan verin, indi qanun işləsin. Qanunun birine bu hərfi işləsə, qanunun birine q hərfi işləsə, İnanın səmimiyyətimə mən efirə çıxmaram. Deyərəm qanun işləyir də, mən niyə əsəblərimi pozuram ki? Mən niyə öldürürəm özümü? Bu şərəfsizliyi eləmirsən, çəkil kənara, qoy qanun işləsin. Mən də uşağımı böyüdüm də. Sənin məqsədin nədir? Sənin məqsədin nədir? Sənin məqsədin budur ki, minəcəksən, eşşək kimi palan qoyacam, mən də susacam, qulağının dibini görərsən, onu görməyəcəksən. Siz cındırlıq eləyin, mən də susum. Siz məni şantaj eləyin, mən də susum. Mən susmayacam. Mən də öz xarakterimi gözəl bilirəm. Baxın, Azərbaycanda etdilər, ay kişi, Azərbaycanda etdilər. Mən Azərbaycanda... Mən Azərbaycanda susmadım da. Mən sizə göstərdim da. Siz məni gözəl bilirsiniz xarakterimi. İndi susacağım. Mən danışanda baş prokuror Kamran Əliyev, bu qatil, bu boynu qırıq, lilliput, bu şəxsiyyətsiz, bu eybəcər mənə xəbərdarlıq elədi ki, mən yalan danışıram. Yalansa sənin boyunu yerə soxum. Mən onunla görüşəndə də dedim bunu. Dedim, Kamran Əliyev, mən deyirəm, DTX məni şantaj edir, sən mənə xəbərdarlıq edirsən. Araşdırman var, dedi, yox. Sən mənim DTX-ın əməkdaşımla Dövlət Təhlükəsizlik Xidmətinə çağıranda, 5 saat boyunu yox onlarla danışanda, o diyalogları dinləmirsən, dedi, yox. Dedim, onda mənə niyə xəbərdarlıq edin? Əlin Ağayevlə dost olmağın
qeyri-qanuni addım atmaq deməkdir. Sən Əlin Ağayevlə dost ola bilərsən, amma sən bir mübarizə aparan vətəndaşın səsləndirdiyi iddiaları araşdırmadan bu cür bəyanat verə bilməzsən və mənə xəbərdarlıq edə bilməzsən. Siz bir daha qanun adı altında cinayət edirsiniz. Qanunları cəza mexanizminə çevirmişsiniz. Onda heç kəs danışmasın da. Danışan kimi cinayət işi açırlar, xəbərdarlıq edirlər, araşdırma aparmadan. Amma mən çox gözəl bilirəm ki, həm dövlət Təhlükəsizlik Xidmətində, həm Daxili İşlər Nazirliyində, həm Baş Prokurorunda dinləmə var. Kamerada çəkir, səs də yazdır. O zaman dinləyərdilər də, şantaj olunurdum. Sərf eləmədi axı. Sərf eləmir. Bunların kimsə nədir? Səsini kəs, mən səni minəcəm. Səsini kəs, mən səni əzəcəm. Səsini kəs, mən sənin haqqını yiyəcəm. Yoxdur belə bir dünya. Yoxdur. Milyonları eləyə bilərsən, milyonda birə eləyə bilməyəcəksən, sən məni eləyə bilməyəcəksən. Sən məni öldürə bilərsən, amma mənim haqqımı yeyə bilməyəcəksən. Çünki mən haqqımı sökə-sökə alacağım səndən. Mən deyirəm, mən Sevinç, sən də İlham Əliyev. Mən Sevinç, sən də İlham Əliyev rejimi, naziri, polisi, prokuraturası, DTX-sı. Mən gedəcəm, sən də get. Sən nazir cinayət edirsən, mənə deyirsən sus, susmayacağam. İndi baxın, bu pozğunlara baxın. Xəbərdarlıq edib. Bir dəqiqə. Deyilir ki, Xəbər Fakta saytının baş redaktörü Sakit Baş prokurorluq jurnalistin həyat yoldaşına xəbərdarlıq edib. Qurumdan bir gördünüz, baş prokuror jurnalistin həyat yoldaşına xəbərdarlıq edir. Bu 3 il öncə, düz 3 il öncə, baxın 3 il öncə, burada görsənirmi? 3 il öncə veriləndi. 3 il öncə də mən danışırdım da 2021-də yoldaşımın həbsindən sonra. Bunlar mənə xəbərdarlıq edir. Ay aman qoyma buna cinayət işə. Ged aç da cinayət işi. Milyon dən adama saxta cinayət işi açmısan. Zaten sən qatilsən. Mən buna təəccüblənmirəm. Amma təəssüflənirəm ki, bir sadə insan, əlində qan olmayan, korrupsiya olmayan, cinayət olmayan bir jurnalist bunu niyə yaşayır? Bir daha onun göstərişi ki, İlham Əliyev rejimi qatildir. İndi qoyacam, baxın. qeyd edilir ki, bəzi kütləvi informasiya vasitələri Bir dəqiqə qulaq asın. Bir dəqiqə. Qeyd edilir ki, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Əfqan Sadıqovun həyat yoldaşı Sevinç Sadıqova və özünü müxalifət adlandıran bəzi məsuliyyətsiz qruplaşmalar tərəfindən ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət etmək məqsədi güdən bu növ bəyanatların yayılması ilə Dövlət Təhlükəsizlik Xidməti və digər dövlət orqanlarına qarşı böhtan və qarayaxma kampaniyası aparılaraq həyata keçirilən hüquqi tədbirlərin üzərinə kölgə salmağa yönələn məlumatlar yayılır. Baş prokurorluq bu tipli yalan və qərəzli məlumatları yayan, habelə sosial şəbəkə və kütləvi informasiya vasitələrini ötürən şəxslərə, o cümlədən vətəndaş Sevinç Sadıqovaya həmin qanunsuz əməllərin davam etdiriləcəyi təqdirdə barələrində hüquqi təsir tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edib. Eşitdiniz? Baş prokuror, gör Əlin Ağayev bu sifarişi verdi Kamran Əliyevə. Kamran Əliyev bu qeyri-qanuni sifarişi icra etdi. Hamısı da prezident aparatının göstərişindən. Məni susturmaq üçün. Mən o zaman da mübarizə aparırdım və mənim mübarizəm şəffaf idi. Mən onları haqqında yalan informasiya vermişəmsə, mən nakişiyəm. Nakişinin qızıyam. Mənim qədər şərəfsiz, ləyaqətsiz, əxlaqsız qadın yoxdur. Bunlar pozğundular, fahişədirlər. Mənim üzümə qarşı dırnaq arasında bunların xidmət edən jurnalistlər məni küçədə döydülər. Hamısı YouTube'da var. Mənim şərəf ləyaqətimə, uşaqlarıma dil uzatdılar. Mənim namusuma dil uzatdılar. Mənim şərəfimə dil uzatdılar. Sonra mənə dedilər, sən kişilərlə videonu yayacağıq. Əliyev rejim etdi da. Mən bunları danışanda oldum pis. Pis insan, pis vətəndaş və gördülər susmuram. Rəsmi xəbərdarlıq. Zaten o xəbərdarlıqdan sonra da susmadım ki. Mən sizin hədəfinizdə olacaq insan deyiləm. Mənim uşaqlarım sizin hədəfinizdə olacaq insan deyil. Biz nə cinayət etmişik, nə də hər hansı bir cinayətə göz yummuşuq. Mən jurnalistəm, mənim uşaqlarımın siyasətdən xəbəri yoxdur, məktəblidirlər. İmkan versəniz oxuyacaqlar, həyatlarına davam edəcəklər. Amma imkan vermirsiniz. Dünyanın harasında olsam əlinizi, dilinizi uzadırsınız. Mən də deyirəm ki, gələcəyim var, görəcəyim var. Əliyev, sən prezident postunda dayanmırsansa, sən prezident postunda, sənin nazirlərin nazir postunda dayanmırsa, məni şantaj edib qeyri-qanuni göstəriş verirsə, məni susturmaq üçün vətənə xəyanət, Azərbaycanda başqa şey deyirdin, indi keçibsən başqa, valı çevirirsən, Avropaya, satqın, vətənə xəyanət, ay sənin boyunu yerə soxum. Ay sənin şərəfinə, ləyaqətinə
camaat tüpürsün, xalq. Hansı xəyanətdən danışırsan? Hansı xəyanətdən ki, mən heç öz ərimə qarşı zərrə qədər də olsun xəyanət eləyə bilmədim. Vətənə mi xəyanət eləyəcəm? Özümə insan olaraq xəyanət eləyə bilmədim. Hansı xəyanətdən? Ayıbdır da, dayan da. Akşi, prezident postunda fahişəlik eləyirsən, oğraşlıq, namussuzluq eləyirsən. Sonra deyirsən ki, Sevinç sərhəd keçdi. Sən nə vaxtı sərhəddini qoruyacaqsan, mən də özümə sərhəd qoymağı gözəl bilirəm. Sən mənə palan qoyub minəcəksən, məndən də sərhəd istəyəcəksən. Yuxuda görərsiniz onu. Onu ancaq yuxuda. Məni vadar eləməyin ki, mən Azərbaycan səfirliyinin qarşısında, Gürcüstan səfirliyinin qarşısında etiraz edim. Zaten edəcəm. Bu belə davam edə bilməz. Mən yenə də insan olaraq, vətəndaş olaraq öz ölkəmə sevgimdən yerə getmirəm ki, yox Sevinç, dayan. Yox Sevinç, qoy görək qanun bəlkə sözündedir. Bu şərəfsiz rejim imkan verir. Bəsdirində nə qədər Azərbaycanın adını batıracaqsan, Əliyev, nə qədər ölkənin adını batıracaqsan, nə qədər ölkəni biabır edəcəksən beynəlxalq arenada. Bəsdir də, ay Əliyev, sən nə istəyirsən məndən? Da, nə istəyirsən, imkan vermədin. Sən cinayətkarsan, sən məni ölkəmdən didərgin saldın. Bax, mən qaçqınam. Yenə də soyumadı ürəyin. Mən hardayam? Mənim vəziyyətimi camaat yaxşı bilir. Avropada olanlar, ölkədə olanlar, bilin, dünya Azərbaycanlıları, mən əsir, yesir, qaçqın həyatı yaşayıram. Mənim vəziyyətim, uşaqlarımın vəziyyəti ağırdır. Ərimin vəziyyəti də ağırdır. Həbsxanada adamın vəziyyəti necə olar? Bu insanların ürəyi soyumur. Bilsən niyə? Deyir, yox, səni öldürəcəyik, səni sındıracağıq, səni məhv eləyəcəyik. Mən də deyirəm ki, sən mənim ölümü belə sındıra bilməyəcəksən də. Sən demək 100 adamı sındıra bilərsən, 101-cini yox. Bizi sən sındıra bilməyəcəksən, öldürə biləcəksən, sındıra bilməyəcəksən. Mən səndən haqqımı istəyirəm. Haqqımı sökə-sökə alacağım. Sən məni öldürdüyün gün, indi məni bəlkə də 1-2 ölkə tanıyır və yaxud da 5 dənə təşkilat tanıyır. Sən məni öldürəndə bütün dünya tanıyacaq. Səni qatil kimi, bu ailəni də məhv elədiyi ailə kimi. Dayan da, dur. Sən özünə sərhəd qoya bilmirsən, bu qədər sən özünü idarə, bu qədər mi əxlaqsızsan, özünüzü idarə edə bilmirsiniz? Hər şeyin sərhəddi var, fahişəliyin də, pozğunluğun da bir dərəcəsi var da, Əliyev, yoxdur səndə dərəcəsi, yoxdur, saxlaya bilmirsiniz özünüzü. Nə istəyirsiniz, onu eləyirsiniz. Bəsdir, ay cəmaat, ay millət, bu biabırçılıqdır. Belə şey dünyanın heç arasında yoxdur. Heç bir inkişaf eləmiş ölkə bu poğu yemir, bunun yediyi poğu. Mən susduqca minir, dəfələrlə zəng eləyirlər. Milyonlarla adam yazır. Hamısını saxlamışam əlimdə sübut. Bəzilərinə əhəmiyyət vermək istəmirəm. Bunlar əl çəkmir. Vallahi əl çəkmir. Əl çəksələr hansı normal adam, sağlam düşüncəli adam efirə çıxıb bunları danışar. Bunlar məni istəyirlər ki, məni sındırsınlar. Mən də deyirəm, sən məni öldürə bilərsən. Mən də öz xarakterimi. Sən məni öldürə bilərsən, sındıra bilməzsən. Burax, mən Əliyev, İlham Əliyev, səndən günahsız ərimi istəyirəm. Amma sən məndən nə istəyirsən, mən onu anlamıram. Sənin nazirlərin, sənin əxlaqsızların, təyin etdiklərin, hamısı pozğundur. Hamısı nazir kürsüsündə əxlaqsızlıq eləyir. Günahsızları hədəfə alır. Və hədəfə aldıqları Azərbaycan Respublikasının vətəndaşlarıdır. Və ən çox zərbə vurduqları bu xalqdır. Mən də o xalqın nümayəndəsiyəm. Bugün sizlərin hər birini məhkəməyə versəm, məni didərgin saldığınıza görə, mənim haqqımı, hüququmu pozduğunuza görə, məni bu həddə çatdırdığınıza görə, mənim övladlarımın sağlamlığını, təhsilini məhv elədiyinizə görə, mənim həyat yoldaşımın azadlığından, sağlamlığından etdiyinizə görə İlham Əliyev sənə də, vilayət Kamran Əliyevə də, Əli Nağıyevə də, Orxan Sultanova da, hamınıza cinayət şaşlar və ömürlük həbs olunarsınız. Gör nə qədər cinayət etmişsiniz və gör nə qədər cinayət əməliniz var maddələrlə, qanunlarla. Hələ 400-dən çox siyasi məhbusları demirəm, ha? 400-dən çox insanlar həbsdədir. Qadın jurnalistlərin qoluna qandal vurmuşsunuz. Sizin şərəfiniz yoxdur. Mənə elədiklərimizə niyə təəccüblənim ki, bugün qadın jurnalistləri məhz araşdırmalarını
iddialarına görə, məhz Əliyev rejimini tənqid etdiklərinə görə adamlar həbs olunubdur. Yəni sənin Azərbaycan xalqının milli və mənəvi dəyərlərinə tüpürdüyün buradan görünür. Mənə elədiklərindən yəni mən təəccüblənmirəm. Azərbaycan xalqı da təəccüblənmir. Sadəcə bilsinlər ki, bunu yaşayan sıravi ailədir, bunu yaşayan sıravi jurnalistdir və adamlar qatildirlər. 400-dən çox siyasi məhbus var. 2016, 2017, 18 həyat yoldaşımı şərlədilər, içəri atdılar. 2018-də çıxdı 3 dəfə inzibati qaydada. 6 gün bandat dedim padvalında döydülər, söydülər, toka verdilər. 2020-də tutdular. 2020, 21, 22-də həbsdə oldu. 200 gündən çox aclıq elədi. Sağlamlığını itirdi. Ağciyarına ləkə düşdü. Ay balam, imkan vermədin də İlham Əliyev. Dedin ki, hökmən mən dediyim elə sənə qəşəng iş verək, yaxşı vəzifə verək, ofis verək, bahalı maşın verək, pul verək. Amma bizim dediyimiz eləyin. Bir ərinin üzünə dur, ərin sənin üzünə dursun, kişi tapaq, arvad tapaq, dostlarınızı satın, qonşularınızı satın, məhkəmədə onun bunun üzünə dur, istintaqda onun bunun üzünə dur, altımıza gir, şərəfsizlik elə, fahişəlik elə yaşa. Yaşaya bilmədim. Bunları eləsəydim öləcəkdim. Onu insan eləməz. Amma onu sənin rejimində eləyənlər var. Eləyə bilmədik, düdərgin saldın. Sonra çıxıb yekə-yekə deyirsən ki, bəyənməyənlər ölkəni tərk eləsin. Elə bil İlham Əliyev, Azərbaycan Respublikası Heydər Əliyevdən sənə miras qalıb. Ölkə sənin deyil. Sən orada müvəqqəti prezidentsən, müvəqqəti. Amma sən qeyri-qanuni prezidentsən, seçki də saxtalaşdırılıb. Hər şeyi məhv edib. Hansı deyim, bilmirəm, hansını deyim. Bütün sahələr məhv olunub. İlham Əliyev bütün sahələrin başına daş salıb. Vəssalam. Jurnalistləri də ona görə qəbul edə bilmir ki, jurnalistlər İlham Əliyevin korrupsiyasını, İlham Əliyevin iyrəncliyini, İlham Əliyevin oğurluğunu yazır. Vəssalam. Ona görə müstəqil jurnalistlər təqib olunur, təzyiq olunur, həbs olunur. Heç bir jurnalist, həbs olunan jurnalistlərdən gedir söhbət, cinayət əməli yoxdur. Peşə fəaliyyəti və araşdırmalarına görə. Məhz İlham Əliyevin rejiminin və özünün oğurluğunu etdiyinə görə necə səbirli olum, necə sakit danışım ki, mənim ailəmi, mənim həyat yoldaşımı, uşağımın atasını təcridxanada, Tiflisdə girov saxlayıb məhv eləyirlər. Mənim də özümü və uşaqlarımı. Bir ana, bir insan, bir vətəndaş nə qədər susa bilər, nə qədər dözə bilər, nə qədər səbirli ola bilər, necə isyan etməyəsən, necə danışmayasan, bu boyda müsibədə necə susasan. Düşünürəm ki, sıravi insanlar məni çox gözəl anlayır. Mənim danışığım sıravi insanlar üçündür, trollar üçün deyil və İlham Əliyevin bu pozğun rejimini Əliyev başda olmaqla təyin etdikləri hamısı fahişə və oğraşsınızsanız. Bu ayımızı yerə soxum ki, bir vətəndaşı və bir qadını gör hansı həddə çatdırmısınız. Şərəfsizlər, ləyaqətsizlər, namusunu itirənlər. Sonra oturur, gücü çatanı orada tutur, gücü çatanı oğurluyur, sonra cinayət işi açır, öldürür, nə bilim neyniyir, iyrəncliklə məşğulsan. Bir dəfə qanunla gəlmədin kişi kimi. Çünki sən qanunu məhv edən qatilsən. Bu qədər. Mən sona qədər mübarizə aparacağım. Bu yolun sonu nə olursa olsun. Həm həyat yoldaşım Əfqan Sadıqovu müdafiə edəcəm, həm körpə övladlarımı, həm də öz namusumu müdafiə edəcəm. Çünki bunlar mənə, belə deyim də, ilişirlər də, əl çəkmirlər. İndi də biraz uzaqdayam, ölümdən. Öldür. Əliyev, sən zaten killersən özün. Killer. Vilayətində, Kamranında hamınız killer. Baş kəsənsiz. Olsun. Olsun, eybi yoxdur. Allah ki görür hər şeyi, qoy millətimiz də görsün. Mən sizdən xahiş edirəm dostlar, Azel TV'nin YouTube kanalına abunə olun. Yayımı bəyənin, paylaşın, qoyun bu haqsızlığı bütün dünya görsün. Mənim yoldaşımın vəziyyəti yaxşı deyil, təcridxanada saxlanılır. O vaxtda əsirlər saxlanılırdı, ötən əsirlərdə. Bu boyda çörək, bu boyda da su. Bir damcı da su, qara çörəklə. Yəni bunlar çox şərəfsizdirlər. Bu dəqiqə iynə vurub Əfqanı öldürərlər. Prosto açıq-açıqda boyunlarında qalacaq. Ona görə eləyə bilir. Yoxsa adamın başını kəsərlər bunlar. Bilirsiniz də bunları, bu fahişə rejimi məndən yaxşı tanıyırsınız. Dostlar, yayımı bəyənin, paylaşın, kanala abunə olun lütfən. Azel TV'nin YouTube kanalına. Azel TV'nin TikTok səhifəsi var. Onu da girin, abunə olun. Mən bu axşam da çalışacağım orada yayım edim. Yəni zaman zaman zaten yayım edirəm.
Daha sonra Facebookumda yazıram. Ona görə sizdən çox xahiş edirəm. Bəyənin, paylaşın, kanala abunə olun ki, mənim növbəti yayımlardan xəbərdar olasınız. Mən susmayacağım. Mən demişəm, prezident postunda oturan özünü idarə edə bilmirsə, əxlaqsızlıq edirsə, qanunsuzluq edirsə, şəxsi ambisiyasına idarə edirsə, zülmkarlıq edirsə, bir vətəndaşı əzmək üçün hər şey edirsə, mən niyə susuram? O adam özünə sərhəd qoymursa, o qatil, mən niyə qoyuram? Onun təyin etdiyi boynu yoğun nazirlər özlərini idarə edə bilmirsə, hər şey edirlərsə, mən vətəndaş olaraq niyə susuram? Niyə susuram? Sual verin, niyə susuram? Susmayacağım, sona qədər gedəcəm. Siz də gedin, mən də gedəcəm. Bugündən sonra nə olacaqsa, bütün hamısının günahkarı, baiskarı sizsiniz. Vəssalam. Dostlar, xahiş edirəm, Azər TV-nin YouTube kanalına abunə olun. Yenə mən yayım açacağım. Yenə sizə son olanlarla bağlı məlumat verəcəm. Çox sağ olun dostlar. Yayımı xahiş edirəm. Bəyənin, kanala abunə olun. Paylaşın, bəyənmə düyməsini basın. İzləyənlər çox olur, amma bəyənmə az olur. Xahiş edirəm, həm də bəyənmə düyməsini basın. Daha bu yayımı bəyənin. Eyni ilə də bu kanala abunə olun ki, daha çox insanlar izləsin. Azər TV-nin YouTube kanalına abunə olun. Axşam vaxtı olsa, mən çalışacağım ki, TikTok kanalından da yayım açıb bunları müzakirə edim. Çox sağ olun izlədiyinizə görə. Mənim həyatım təhlükədədir. Yəni dırnaq arasında gəlin baxmayaq. Yəni başıma bütün faciəvi görünə bilən, ay yolda maşın vurdu məni, ay gedəndə başıma nə bilim daş düşdü, ay nə bilim nə oldu. Bütün hamısını, yəni bir daha deyirəm, İlham Əliyev rejimi, uşaqlarımın da həyatı təhlükədədir, yoldaşımın da. Yəni sən ümidim Allah. Pozğun, eyni zamanda cındır, nakişi, qatil bir rejimlə bir ailə qalıb üz-üzə. Nə deyim? Nə deyim bilmirəm. Amma gizlətməyəcəm. Nə olacaq çıxıb danışacağım, qoyun insanlar görsün. Sabah da nəsə olanda deməsinlər ki, niyə susurdun? Qoy bütün insanlar, bütün cəmiyyətimiz bunları görsün. Çox sağ olun dostlar izlədiyiniz üçün. Sağ olun. İnşallah növbəti görüşdə yoldaşım bu həftə yenə zəng eləməlidir. Zəng eləyəndə yenə də onun son vəziyyətini çatdıracağım. Son vəziyyəti bugün danışdım. Bütün dostlara salamı var. Hər kəsə salamını bildirir. Vəziyyətin də necə olmasını zaten dedim. Bilirsiniz vəziyyətini. Yəni vəziyyəti yaxşı deyil. Adam uzun müddət aclıq edib, adamı indi başqa cür məhv edirlər. Boyunuzu yerə soxum, nakişilər. Sağ olun dostlar. Kanala abunə olun. İnşallah yenə yayım açacağım.